seçək və add basaq. Gördüyünüz kimi hamısı belə bir rəngə o saatca çevrilir. İndi üstündən bir damcı yaşıllıq edək. Üstünə balaca çiçəklər də edə bilərsiniz. Məsələn, mən biraz qurtluq da eləmək istədim. Ot edirik, basırıq. Daha yaxından baxaq. Biz görmürük, bunu basmamışıq. Gördüyünüz kimi yaşıllaşdı, çünki oranı biraz qurtluq elədik. Biraz buranı yaşıllaşdıraq. Buralar belə çox deylə qalmasın. Gördüyünüz kimi artıq yerimiz hazırdır. İndi siz havanızın, orada oynayan adamın havasını göstərmək istəyirsinizsə, onda yenə məni izləyin. Havanı göstərmək üçün Skybox-ı basırıq. Buradan Textures. Buradan hansını istəyiriksə onlardan birinə basırıq. Məsələn, Sunny 2. Burada istədiyimiz havayı seçirik. Əlbəttə ki, burada olmayacaq. Orada oynayan adam görəcək. Mən məsələn istəyirəm belə biraz günəşli hava. Apple və budur, orada bu saatçı odur. Amma mən heyf ki, bilmirəm nətəri oyuncu kimi buradan görsədim. Heyf, amma görsədə bilməyəcəm. Buradan çöldən görünüşdür. Görsənir lap göyündən. Və budur, gördüyünüz kimi. Terrain və başqa. Əgər siz istəyirsinizsə nəyisə pozmaq, bu zaman shift basın. Gördüyünüz kimi pozuldu. Amma dağı eləmək istəyirsinizsə azaltmaq. Məsələn, bunu birazı mən azaltmaq istəyirəm. Bu niyə olmadı? Nəysə, gördüyünüz kimi shift basanda elə şey olur. Məndən bu qədər. Mən yalnızca 10 dəqiqə çəkə bilərəm. Başqa dəqiqə çəkəmərəm. Yaxşı. Gördüyünüz kimi belə bir çuxurda elədik. Gələn dərslər məni gözləyərsiniz. Artıq istəyirsinizsə bunu yükləmək, o zaman Game Object Create-də adicə düzəltməkdir. Avatar Mask, məsələn, New Avatar, Body. Gördüyünüz kimi orada adam bax belə olacaq. Əgər siz